90'da bizə deyir ki, magnezium və magnezium oksid qarışığının 20 qramı. Deməli, uşaqlar bizdə, belə buradan yazdım, magnezium var, bir də magnezium oksid. İkisi bir yerdə uşaqlar neçə qramdır? İkisi bir yerdə 20 qramdır. Məsələnin şərtində deyir, ikisi bir yerdə 20 qramdır. Bu qarışıq xlorid turşusu ilə təsir etdikdə, bu qarışığa xlorid turşusu ilə də. Xlorid turşusu necə yazılır? Keçməyən uşaqlar var, H-xlor. İndi uşaqlar, siz mənə deyin görək, H-xlor burada magneziumla girər reaksiya, yoxsa magnezium oyla girər reaksiya H-xlor? Sizcə hansı ilə girəcək reaksiya? Səmaya hansı ilə girəcək? Lalə, jalə, H-xlor hansı ilə girəcək reaksiya? Hər ikisi ilə girər. Hər ikisi ilə girər. İndi turşuları keçənlərə H-xlor hər ikisi ilə girər. Magneziumla girər əvəz etmə reaksiyasında. Magnezium xlor 2 plus H2. Əmsallaşdıranda bura 1-2. Magneziumu əsasi oksiddir. Əsasi oksid turşu ilə girəndə nə verər? Duzla su mübadilə reaksiyası. Birinci əvəz etmədir, ikincisi mübadilə. Bilirsiniz. Buradan alınacaq magnezium xlor 2 H2. Bunu da əmsallaşdırsaq 2 hidrogen 2 xlor, bura 1-2-dir. İndi uşaqlar bax. Bizə deyir ikisi bir yerdə metal və metal oksidi ikisi bir yerdə 20 qramdır. Sonra bizə deyir ki, buradan 4,48 litr qaz ayrılır. 4,48 qaz ayrılırsa, qaz hardan ayrılır? Birinci reaksiyadan yoxsa ikinci reaksiyadan? Kim deyir? Qaz hansı reaksiyadan ayrılır? Birinci reaksiyadan, hidrogen qazı. Burada 4,48 yazır. Hidrogen özü nə qədərdir reaksiya təmini? 1 moldur, 1 molda neçə litrdir? 22. Görək burada nə qədər magnezium var. Bir dənə X magneziumun da öz ayrı 24. İndi bir dənə tərəf-tərəfə bölək tapaq. X-in 24-də, 4,48-in 22.4. Bundan bu gedir, burada 0,2 qalır. 0,2-ni 24-də burada nə qədər edir? 4.10. Deməli, biz tapdıq ki, burada 4.8 magnezium var imiş. Amma bir dənə baxsın. Biz tapdıq ki, burada 4.8 magnezium var imiş. Yəni, baxın. Görün, bildiniz mən hardan yazdım. Yəni, baxın. Bildim mən. Bizdən də ilkin qarışıqda magneziumun kütlə payını istəyir. Səhv eləmirəmsə. Magnezium kütlə payı bilirsiniz, omega ilə tapılır. Magneziumu tapdıq 4.8, ilkin qarışıqda 20 qram. Axı, kütlə payı belə tapılır. Nəyi soruşursa, onun ümumi kütləyə vurur. Buna da vururam 100. Bundan bu gedər 5, 5-i 4.8.